Uşağa balıq əti nə vaxt verilə bilər? Balıq ətinin faydaları varmı? Toyuq və balıq əti nisbətən allergik ət olduğuna görə uşaqlara 8 ayından etibarən alışdırma üsulu ilə, 3 gün metodu ilə az miqdarda başlayaraq, təsirini yaxından izləyərək uşağın rasionuna daxil edilə bilər. Amma balıq və balıq məhsulu, dəniz məhsullarına allergiyası olan uşaqlara bu qida verilməməlidir. Bəs balıq yağı istifadə edə bilərikmi? Əgər evladınız həftədə ən az 1 dəfə, 2 dəfə balıq əti yeyirsə, onun əlavə balıq yağı əlavə edilməsinə ehtiyac yoxdur. Əgər yemirsə isə 1 yaşından sonra balıq yağının verilməsi uşağın immuniteti üçün, yaddaşı üçün, əqli və zehni inkişafı üçün çox faydalı olacaqdır. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.